Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, TikToka baxan tamaşaçıların, YouTube'a baxan tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, bizdə üzüm növləri çoxdur. Ancaq bəzi üzüm növləri fərqlənir. Fərqlənir nə üçün? Məsələn, ağ kəhrəba növü, məsəl üçün dərirsən o soyuducuda təxminən 3 ay qalır. 3 ay qalır. Məsəl üçün Merlot sorti təxminən 3 ay, 4 ay soyuducuda qalır. Bax, hal-hazırda məsəl üçün bax çıxartmışam. Üzüm alıcılarına göstərirəm ki, bax bu Merlot növüdür. Çox gözəl növdür. Demək bu həm süfrədir, həm şərab. Bu sözləri deməkdə məqsədim odur ki, üzümün bütün növlərindən şərab da çəkmək olur. Bu sözləri demək biz müsəlmanıq. Ancaq bəzi məsəl üçün indi bizim müştərilərimiz xarici ölkədən də gəlirlər, bizdən soruşurlar ki, məsələn, süfrə üzümümüz var, şərab üzümümüz var. Ancaq bu sırf həm süfrədir, həm şərab. Çox gözəl üzümdür. Həm xəstəliyə dözümlüdür. Bunu məsəl üçün güldən düşəndən sonra məsəl üçün su kükürdü ilə topaz, arı və denifrit 4 cürə dərmanı qatıb vururuq. 3 dəfə demək olar ki, bax indiyəcən qalır. İndiyəcən qalır. Ancaq çardağın üstündə saxlamaqdan ötürü sarı kükürd vurmaq lazımdır. Suda həll olmayan kükürd vurmaq lazımdır. Məsəl üçün indiyəcən qalır. Xaladelnikdə məsəl üçün 2 kilo, kilo yarım, 3 kilo kuloklara qoyub 2 yerdən deşik açıb adi ev soyuducusunda saxlamaq olur üzümü. Öz keyfiyyətini, öz yaraşığını birini saxlayır. Bu sözləri deməkdə məqsədim odur ki, bizdə demək olar ki, hər cür üzüm növü var. Kişmişlər var, sonra ki, dərbəndi var, ətirli var, İzabella, sonra başqa növlər də var. Məsəl üçün, indi reklamı gedir televizorda. Mənim dostum Səlyanda Avatar sortu, ondan da varmışdır. Çox da olmasa az da var. Hələlik bu qədər. Gələn görüşlər.